Həmçinin Allah Taala dua edirik ki, Allah Taala bizim ölkəmizi əmin-amanlıqda etsin. Həmçinin digər müsəlman ölkələrini Allah Taala əmin-amanlıqda etsin. Allah Taala bizim ölkəmizin başçısını qorusun. Allah Taala bizim üzərimizdə olan əmir sahiblərini qorusun. Allah Taala onları bu xeyirli hallarından daha xeyirli olana yönəltsin. Allah Taala bizim ordumuzu gücləndirsin. Onları qorusun, onların qədəmlərini sabit etsin. Allah Taala onları düşmənlərimizin qarşısında gücləndirsin, qüvvətləndirsin. Onların qəlbinə güc versin Allah Taala. Onların qarşısında olan düşmənimizin qəlbinə Allah Taala qorxu salsın. Allah Taala onların əzmini artırsın. Hər birimiz dəyərli qardaşlar, üzərimizə düşən bir haqdır ki, onlar üçün dua eləyək. Onlar öndədirlər, biz arxada. Öndə olanlar öz işlərini görürlər. Arxada olanlar bizlər də dua eləməliyik. Və dua eləmək də ibadətdir. Allah Taala buyurur ki: "Və qala rabbukum ud'uni estecib lekum." Rəbbimiz xəbər verdi ki, mənə dua eləyin, mən də sizə cavab verim. Dua olunmağa layiq olan insanlardan ən mühüm olan onlardır. Hal-hazırda onlar bizim keşiyimizi çəkirlər. Onlar səbəbdirlər ki, biz əmin-amanlığın içərisində yaşayırıq. Allah Taala onlara, ölənlərə rəhmət eləsin. Onların yaxınlarına səbir versin Allah Taala. Allah Taala bizim cəmaatımıza bərəkət versin. Allah Taala bizim xalqımıza, millətimizə hidayət versin. Allah Taala bizi tövhidi, sünnəti həyatda tətbiq eləməyə müvəffəq etsin.